Hörmətli izləyicilərimiz, mən sizə bu günlərim təkcə ev yox, evlə yanaşı gözəl bir bağ təklif edirəm. İnanıram ki, çox bəyənəcəksiniz bizim bu video təqdimatımızı. Yaxınlaşaq zəhmət olmasa evimizin həyətyan sahəsinə daxil olaraq. Ümumilikdə 10 sot torpaq sahəsində inşa olunan bu gördüyünüz gözəl həyət evi satışa çıxıbdır. İrəliyən dəqiqələrdə tam olaraq evin bağ hissəsi ilə, daxili proyekti ilə sizləri tanış eləyəcəm. Çox maraqlı bir evdir. Gəlin keçək. Gördüyünüz ki, evində hər bir şərait yaradılıbdır. Burada yayda istədiyiniz bütün meyvələrin hamısını bağdan əldə edə biləcəksiniz. Yay vaxtı deməli meyvə almağa ehtiyac olmayacaq. Ümumi 10 sot torpaq sahəsindədir. Ülviyə xanım, zəhmət olmasa keçək ətraflı göstərək izləyicilərimiz üçün. Deməli bu hissədə belə bir bisetkamız hazırlanıbdır. İrəliyən dəqiqələrdə çox maraqlı bir hissələrlə tanış eləyəcəm sizi. Gördüyünüz kimi evimizin arxasında da həyətyanı sahəsi var. Tam təmirli 3 otaq bir həyət evidir. Gəlin elə evimizin həyəti ilə keçək. Ağacları hamısını tam olaraq bir-bir göstərək izləyicilərimiz üçün. Hər meyvə ağacından var həyətdə demək olar. Çalışaq ki, videomuzu qısa müddət ərzində tamamlayaq. Gəldikdə özün dəyərli bir həyət evidir. Hörmətli izləyicilər, indi isə keçirik evimizin arxa ətrafında yerləşən həyətyanı sahə ilə tanış olmağa. Burada belə bir hissə ayrılıbdır ev heyvanları üçün. İstər göyərçinlər olsun. Baxın bir dənə ətraflı göstərək. Evimizin qiyməti 170 min manatdan təklif olunur. Yerləşdiyi ərazi Binə qəsəbəsində Ülvi Şadlıq Sarayı tərəfdən gəldikdə Məxməri çay evinin yaxınlığında. Burada bugünkü torpağın sotunu 10 mindən tapmaq olmur. Göyərçinlərimiz qalxdı havaya. Əziz izləyicilərimiz, sizin vaxtınızı çox almaq istəmirəm. İnşallah bu kimi məqamları gəldikdə özünüz də görəcəksiniz. Keçək evimizin daxili interyeri ilə tanış olaq. Evimizin ön və arxa ətrafına çıxış var. Deməli bu proyekt dostumuza verilibdir. Çox maraqlı bir proyektdir. Evin proyekti. Arxa terasa çıxış var evin arxa tərəfindən. İndi isə keçək evimizlə daha yaxından tanış olaq. İzlərimiz evdə köç səbəbindən biraz ortalıq dağınıq ola bilər, üzrlü sayarsınız. Qeyd etdiyim kimi evimizin demək olar ki, 4 tərəfindən də öz həyətinə çıxışı var. Maşallah görürsünüz qapıları. İlk öncə sizi tanış etmək istəyirəm belə bir yataq otağı olan hissəsi ilə. Göstərək ətraflı olaraq yataq otağını. Mətbəx və zal studiya formasında. İndi isə digər yataq otağımızla tanış olaq. Buyurun, zəhmət olmasa. Qardırob üçün otaq var orada. Və evin sanitar qovşağı. Qiymət 170 min manat. 10 sot torpaq sahəsində gözəl bir bağ evi. Ünvan Binə qəsəbəsi Ülvi Şadlıq Sarayı tərəfdən gəldikdə Məxməri çay evinin yaxınlığı. Əlaqə saxlayıb gözəl həyət evinin sahibi siz ola bilərsiniz. Sağ olun.